əsrlərdir eyni yalanı təkrar edir. Hər şey yaxşı olacaq. Amma Friedrich Nietzsche deyirdi: hər kəs həqiqəti istədiyini söylüyor, amma onu eşitmək az qala heç kimə yaraşmır. Çünki həqiqət insanın içini parçalayan bir güzgüdür. Baxdıqca öz əzabını görür orada. Albert Einstein demişdi: dünyanı dağıdan pis insanlar değil, onların pisliyinə göz yumanlardır. Bu cümlə bəşəriyyətin səssizliyini izah edir. Biz çoxdan haqsızlıqlara alışmışıq, artıq heç nə bizi təəccübləndirmir. Bir uşaq ac qalır, bir insan ölür, bir vicdan susur və həyat davam edir. George Orwell xəbərdarlıq etmişdi: əgər azadlıq nəyisə ifadə edirsə, bu insanlara eşitmək istəmədiklərini demək azadlığıdır. Biz indi o azadlığı itirmişik. Hər kəs yalnız xoş kəlmələr eşitmək istəyir, çünki acı həqiqət ürəyi sancır. Amma unudurlar ki, yalan rahatlıq gətirmir. Sadəcə ölümə qədər uzanan bir yuxudur. Fyodor Dostoyevski deyirdi: İnsan öz yalanına inanmağa başladığı zaman hər şey bitmiş sayılır. Biz indi o mərhələdəyik. Öz yalanlarımızın içində boğuluruq. Sanki dünya bir teatr səhnəsidir. Hər kəs rolunu oynayır, amma heç kim özünü yaşamır. Franz Kafka demişdi: bəzən səssizlik ən dəhşətli etirafdır. Bəli, indi biz hamımız səssizik. Səssizliyimizdə qırılan ümidlərin səsi var. İndi artıq heç kəs doğru olmaq istəmir. Yalnız rahat olmaq istəyir. Və bu rahatlığın içində insanlıq yavaş-yavaş ölür. Oscar Wilde dediği kimi, insanlar değişmir, sadece maskasını değişir.